Salam, 7-ci sinif şagirdləri. Mən Çınarı Məmmədli, Nizami Gəncəvi adına Texniki Təbii Elmlər Liseyinin fizika müəllimiyəm. Bugün biz bölmə 2, yəni düz xətli hərəkətdə trayektoriya, yol və yerdəyişmənin testlərinə baxacağıq. Başlayaq. Cismin hərəkəti zamanı cızdığı xətt trayektoriya adlanır. Hərəkət trayektoriyasının uzunluğu yol adlanır. Trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən vektor isə bizdə yerdəyişmə adlanır. Aşağıdakı ifadələrdən doğru olanları D, yanlış olanları isə Y ilə işarət, yanlış olan ifadələri düzəldərək yenidən yaz. Yolun uzunluğunun vahidi BSD kilometrdir. Xeyr, biz bilirik ki, uzunluq vahidi olaraq beynəlxalq nailiyyat sistemində əsas vahid metr olaraq götürülüb. Kilometr isə bizdə yanlışdır. Cavab olmalıydı metr. Yerdəyişmənin ədədi qiyməti trayektoriyanın başlanğıc və son nöqtələri arasında ən qısa məsafəyə uyğundur. Bəli, doğrudur. Yerdəyişmə yoldan böyük ola bilər. Yanlış. Yerdəyişmə yola ya bərabər ola bilər, ya da ondan kiçik ola bilər. Qeyd edirik ki, ya bərabər ola bilər və yaxud da ondan necə ola bilər? Kiçik ola bilər. Yerdəyişmə cismin hərəkətə başladığı nöqtədən onun hərəkət etdiyi son nöqtəyə doğru yönəlir. Bəli, doğrudur. 5-ci. Formasına görə trayektoriyaların aşağıdakı kimi iki növ var. Onlar necə adlanır? Var ki, trayektoriya düz xəttir. Olacaq düz xətli trayektoriya. Digəri isə bizdə olacaq əyri xətli trayektoriya. 6-cı sual. Avtomobil A nöqtəsindən, A nöqtəsi buradadır, hərəkətə başlayaraq qərbi görürük, qərbi istiqamətini, yəni solda, düz xətt üzrə 20 km məsafə qət etdi. Burada 20 km göstərib. O, B nöqtəsində, yəni burada, baxın, istiqamətini dəyişərək şərq istiqamətində, şərq bizdə buradır, yəni yenidən bu istiqamətdə hərəkət edir və artıq C nöqtəsinə gəlir. Deməli, bu A nöqtəsindən birinci gedir B nöqtəsinə, sonra isə B nöqtəsindən qayıdır C nöqtəsinə. Avtomobilin hərəkət müddətini getdiyi yol. Əvvəlcə bu A-dan B-yə gedib 20 km üzərinə gəlinsin. Yenidən geri qayıdıb B-dən A-ya qədər 20 km və sonra isə nə edib? A-dan C-yə gəlib. O isə 25 km. Bu da eləyəcək 65 km. Avtomobilin yerdəyişməsini hesablayın. Biz demişik ki, yerdəyişmə trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən vektordur. Deməli, bu A nöqtəsindən hərəkətə başlayıb və ən sonda hansı nöqtədə dayanıb? C nöqtəsində. Deməli, yerdəyişmə A ilə C-ni birləşdirəcəm. Bu, ortada qalan uzunluqdur. Yəni, 25 km. Onun yerdəyişməsi isə 25 km-ə bərabərdir. Hərəkət müddətində hansı nöqtədə yerdəyişmənin 0 olduğunu müəyyən et. Deməli, bu A nöqtəsindən B nöqtəsinə gəlir və yenidən B-dən A-ya gəlir ki, C-yə keçə bilsin. Deməli, o A nöqtəsinə qaydanda artıq A nöqtəsində onun yerdəyişməsi 0 olmuşdur. Çünki yerdəyişmə trayektoriyanın başlanğıc son nöqtələrini birləşdirən istiqamətlənmiş vektordur. O isə B-dən A-ya qaydanda yenidən hərəkətə başladığı nöqtəyə yenidən qayıdıb. Başlanğıc və son nöqtələr üst-üstə düşdükdə isə yerdəyişməsi 0 olur. Ona görə burada cavab olacaq A nöqtəsi. 7-ci sual. İki qayığın hər biri dənizdə sxemdə verilmiş istiqamətdə 200 metr məsafə qət edir. Sxemə əsasən aşağıdakı ifadələrdən doğru olanları seç. Burada birincisində deyir ki, yerdəyişmələr bərabərdir. Ümumiyyətlə, yerdəyişmə bizdə vektorial kəmiyyətdir. Ona görə yerdəyişmənin həm var bizdə qiyməti, həm də var istiqaməti. Əgər sənə birbaşa deyirsə ki, yerdəyişmələr bərabərdir, deməli o demək istəyir ki, həm qiyməti bərabərdir, həm istiqaməti bərabərdir. İndi baxaq. Bu gedir cənuba doğru, ikinci cisim. Birinci cisim isə şərqə doğru. Bunların hərəkət istiqamətləri bərabərdirmi?
bərabər deyil. Bəs qiymətləri, bəli, 200 metr, 200 metr. Amma artıq şərtlərdən biri ödənmədiyinə görə yerdəyişmələr bərabərdir. Cavabı səhvdir. Gedilən yollar bərabərdir. Bəli, gedilən yol bizdə skalyar kəmiyyətdir. O ancaq ədədi qiyməti ilə təyin olunur. Ona görə bunun getdiyi yolda 200 metr, bunun getdiyi yolda 200 metr olduğundan gedilən yollar bərabərdir. Yerdəyişmələrin ədədi qiymətləri bərabərdir. Bəli, artıq burada tam dəqiq olaraq bildirir ki, yerdəyişmələrin ədədi qiyməti bərabərdir. Ədədi qiymətləri 200-dür. Bu cavab da düzdür. Və yerdəyişmələrin istiqamətləri fərqlidir. Bəli, bayaq bunu dedik. Biri cənub istiqamətində, digərisi şərq istiqamətində getdiyi üçün istiqamətlər fərqlidir. 8-ci məsələ. İdmançı radiusu 100 metr olan, 100 metr olan çevrə üzrə A nöqtəsindən hərəkətə başlayır və 3 dövr etdikdən sonra A nöqtəsində dayanır. Deməli, bir dövr etdi, A'ya gəldi, ikinci dövrdə A'ya və üçüncü dövrdə yenidən A'ya gəlib çıxır. Onun getdiyi yol və yerdəyişməsi müəyyəndir. Biz bilirik ki, bu cisim A nöqtəsindən çıxıb A nöqtəsinə gəlirsə, bunun getdiyi məsafə çevrənin uzunluğudur. Onda L bərabərdir 2πr. Bu bir dövrdədir. Amma bizə deyir ki, o 3 dəfə dövr edir. Onda 3 dəfə dövr edirsə 2πr-i 3 dəfə qət edəcək. Onda 2πr vurulsun 3 ilə işləyəcək. 2 vurulsun, π'nin qiyməti 3, R'in qiyməti 100, 3 dəfə dövr elədiyi 3 yazacaq. Bu da eləyəcəkdir 1800 metr. Və deyir, onun yerdəyişməsini. Yerdəyişmə isə biz deyirik ki, trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən vektordur. Bu A nöqtəsindən çıxıb A nöqtəsinə 3 dəfə gəlsə belə, yenə də onun başlanğıcı A'da başlayıb, sonu A'da bitib. Onda başlanğıcla sonu üst-üstə düşdüyündən yerdəyişməsi 0-a bərabər olacaqdır. Azər məktəbə gedərkən yolun yarısında nə isə unutduğunu xatırlayaraq evə qayıtdı. Və deməli, Azər burada evdən çıxır, gəlir. Yolun tən yarısına, yəni 520-nin 260 metrinə çatanda, və bura çatanda, nə isə unutduğunu xatırlayır. Deməli, bu istiqamətdə gəlmişdi. Nə isə unutduğunu xatırlayaraq evə qayıtdı. Təzədən buradan qayıdır evə. Və evdən yenidən məktəbə getdi. Sonra isə gəlir birbaşa məktəbə. Şəklə əsasən bu müddətdə onun getdiyi yol və yer dəyişməsini müəyyən et. Birinci cümlədəkini qeyd eləyək. Getdiyi yol ümumi məsafələrin cəmidir. Deməli, bu evdən yarı yolu gəlib neçə metr? 260 metr. Yenidən həmənki 260 metri gəldiyi kimi də geri qayıdıb. Sonra isə yenidən evdən məktəbə gəlib neçə metr? 520 metr. Bu da olacaq bizdə 520, üstə gəlsin 520. Bu da eləyəcək 1040 metr. Deyir, onun yer dəyişməsi. Yer dəyişməsi isə başlanğıc və son nöqtələrini birləşdirən vektor. Başlanğıc anda o evdən çıxmış və ən son halda isə məktəbə çatmışdı. Daha o geri qayıtdı, neynədi? Bu bizim maraqlı deyil. Əsas odur ki, başlanğıcını evdə başlayıb, sonunu məktəbdə bitirib. Onda məktəblə ev arasındakı məsafə olacaq onun yer dəyişməsi, yəni 520 metr. Keçdim ikinci şərtə. Azər yolun yarısından geri qayıtmasaydı, gedəcəyi yol və yer dəyişmələri nəyə bərabər olardı? Deməli, Azər buradan çıxıb, bura çatandan sonra geri qayıtmayıb yolunu davam eləsəydi, onda bu düz xətli trayektoriya üzrə hərəkət edəcəkdi və getdiyi yolla yer dəyişmə üst-üstə düşəcəkdi. L bərabər olasaydı isə, o da bərabər olacaqdır 520 metrə. Yəni, artıq o hər iki halda da bu metri gedir. Ümumiyyətlə, düz xətli bir istiqamətdə hərəkətdə yolla yer dəyişmə üst-üstə düşür. Ona görə hər ikisi də 520 metrə bərabər olacaqdır. İki avtomobillərdən biri qərbə. Baxaq, qərbə gedən bu avtomobildir. Digəri isə şərqə doğru 5 km məsafə qət etdi. Bəli, düz deyir. Bu sıfırdan başlayıb qərbə doğru 5 km. Bu da sıfırdan şərqə doğru 5 km.
Onların yollarını və geri-dəyişmələrini müqayisə et. Biz dedik ki, yol skalyar olduğu üçün ancaq qiymətindən danışacaq. Yerdəyişmə dedikdə isə həm qiymət, həm də istiqamətindən. Yollara baxıram. Bəli, hər ikisinin getdiyi yol bərabərdir. L1 bərabərdir. L2 o da neçə kilometrdir? 5 kilometr. Bəs onların yer dəyişməsi. Mən sizə dedim ki, yer dəyişmənin bərabər olması üçün həm qiymət, həm də istiqamət bərabər qalmalıdır. Burada birinci şərt ödənir. Qiymətlər bərabərdir. Bəs istiqamət? İstiqamət xeyr. Biri şərqə gedir, biri qərbə gedir. Ona görə ikincində biz deyəcəyik ki, yer dəyişmələr bərabər deyil. Birincinin yer dəyişməsi ikincinin yer dəyişməsinə bərabər deyil. Çünki qiymətcə bərabər, istiqamətcə isə əksdir. Sxemi tamamla. Burada göstərir yol, burada kəmiyyətin vektorial olduğunu deyir. Onda deməli, yolun mən burada skalyar olduğunu qeyd etməliyəm. Bəs vektorial kəmiyyət hansıdır? Yer dəyişmə. Deyə bilərsiniz, orada yer dəyişmə yerinə başqa vektorial kəmiyyətlər də var. Amma onlar üçün ortaq olan beynəlxalq varilər sistemində əsas vahid olmalıdır. Eyni vahidi ödəyəcək, o da metrdir. Euler-Venn diaqramında uyğun bəndləri yerləşdir. Həm ədədi qiymət, həm istiqaməti, bayaq dedik, bu yer dəyişmədir. Yalnız ədədi qiyməti var, bu yoldur. Hərəkət müddətində 0 ola bilər. Bu yer dəyişmədir. Uşaqlar, hərəkət müddətində yol heç vaxt 0 olmur. Yolun 0 olması üçün ümumiyyətlə cisim hərəkət etməməlidir. Yerində dayanacaqsa, onda onun getdiyi yol 0 ola bilər. Amma hərəkət müddətində yol heç vaxt 0 olmaz. Yer dəyişmə isə trayektoriyasının başlanğıc və son nöqtələri üst-üstə düşərsə, bəli, onda yer dəyişmə 0 olar. Yalnız arta bilər. Bu aiddir bizdə yola. Yer dəyişmə yalnız sözü burada məsələni korlayır. Əgər desəydik ki, ancaq, yəni arta bilər, yalnız sözü olmasaydı, bəli, bu yer dəyişmə ilə yola aid olardı. Yer dəyişmə həm arta bilir, həm azala bilir, həm də 0-a bərabər ola bilir. Bunu istəyir izah eləyək. Əgər cisim düz xətli trayektoriyada tutaq ki, A-dan B-yə gəlirsə, bu ancaq bir istiqamətdə gəlirsə, onun yer dəyişməsi artır. Yəni, məsələn, birinci saniyədə cisim burada olur, ikinci saniyədə burada, üçüncü saniyədə burada tutaq ki, və zaman keçdikcə onun yer dəyişməsi artır. Bu şərt ödəndi. Bəs yer dəyişmə nə zaman azalır? Cisim A nöqtəsindən B nöqtəsinə yalnız bir istiqamətdə getmir, B nöqtəsindən geri qayıdır. Təsəvvürün A nöqtəsindən B nöqtəsinə gəldi, yer dəyişməsi maksimum. B-dən gəldi arasında bir C nöqtəsinə. Onda bunun yer dəyişməsi başlanğıc və son nöqtələr arasında olan bu məsafəyə bərabərdir. Amma cisim C nöqtəsinə yox, bir dənə D nöqtəsinə qayıtsaydı, onda onun yer dəyişməsi bu məsafəyə bərabər olacaqdır. Yəni, artıq hərəkət müddətində bunun yer dəyişməsi azala bilir. Tutaq ki, azaldı, gəldi bir dənə Y nöqtəsinə və ən sonda yenidən A nöqtəsinə. Yəni, A nöqtəsindən çıxdı, B nöqtəsini keçib tez A nöqtəsinə gəldi. Onda başlanğıc və son nöqtələr üst-üstə düşdüyündən yer dəyişmə 0-dır. Ona görə burada yalnız sözü ancaq yola aid ola bilər. BSD vahidi metrdir. Bəli, hər ikisinin də beynəlxalq varilər sistemində vahidi metrdir. Təyyarə cənub istiqamətində 40 km uçdu. 40 km cənub istiqamətinin təyyarənin nəyidir? Bu olacaq yer dəyişmə uşaqlar. Getdiyi yoldur. Burada cənub istiqaməti qeyd olunub. İstiqamət varsa, skalyar kəmiyyət deyil. Trayektoriyasıdır. Xeyr, trayektoriya sadəcə bir fiziki anlayışdır. Sərf etdiyi zamandır. Burada söhbət kilometrdən gedir. Zaman olsaydı saniyə yazardı və yaxud da nəsə dəqiqə, başqa vahid yazardı. Zaman vahidi. Yer dəyişmə ədədi qiymətidir. Xeyr, burada cənub istiqamətidir. Əgər desəydi ki, 40 km uçdu, bəli, o yol da ola bilərdi. Yer dəyişmənin ədədi qiyməti də ola bilərdi. Amma burada istiqamət varsa, artıq məsələ yer dəyişmədədir. Çünki onun həm ədədi qiyməti verilir, həm də istiqaməti. Sənə deyir ki, ədədi qiyməti 40 kilometrdir. İstiqaməti isə cənubdur. Onun görə cavab olacaq yer dəyişməsidir. Hərəkət trayektoriyasının hansı hissəsində və ya hissələrində yalnız şərq istiqamətində yer dəyişimi baş verir?
Biz bayaqdan baxırıq ki, şimal bizdə yuxarı, şərq sağ istiqamət, qərb sol istiqamət, cənub isə aşağı istiqamətdədir. İndi baxaq. Yalnız şərq. Bizə lazımdır yalnız sağ. Birinciyə baxsam, birinci həm sağa gedir, həm yuxarı gedir. Bax, həm sağa, həm yuxarı. Bura adlanır bizdə şimal, şərq. Baxıram, 2 həm sağa gedir, həm aşağı gedir. Bura olacaq bizdə cənub-şərq. Bu isə birdəki kimi həm sağa, həm yuxarı gedir. Şimal-şərq. Buna baxsaq, sola və aşağı gedir. Onda olacaq cənub-qərb. 5 yenə eyni qaydada şimal-şərq. 6 isə bizdə yalnız sağa, yəni şərqə gedir. 6 olacaq şərq. 7 ilə 5-dəki kimi, 5 yox, 4-dəki kimi cənub-qərb. 8 isə olacaq bizdə şərq. Ona görə yalnız şərq olanlar bizdə olacaq 6 və 8. Sxem çəkərək göstərək ki, avtomobil ardıcıl olaraq şimal. Baxın, deməli bu bizim avtomobilimiz. Avtomobil ardıcıl olaraq şimal, yəni yuxarı. Şərq, yəni sağa. Cənub, yəni aşağı. İstiqamətlərdə bərabər məsafələr qət edərsə, gəldi bura. Bərabər məsafələr A, A, A. Onun yer dəyişməsi şərq istiqamətinə yönələcək. Ümumiyyətlə, yer dəyişmə istiqaməti onun başlanğıc nöqtəsindən son nöqtəsinə yönəlmiş vektordur. Başlanğıcı başlayıb burada, sonunu da bitirib bu nöqtədə. Onda bunun başlanğıc nöqtəsindən son nöqtəsinə çəkilən vektor onun yer dəyişməsidir. Bu da hansı istiqamətdə yönəlib? Bəli, şərq istiqamətində. Deməli, düz deyir, onun yer dəyişməsi şərq istiqamətində yönələcək.